Salamlar hamıya. Bugün Kenguru Riyaziyyat Olimpiyadasının 2018-ci il 3-cü 4-cü siniflər üçün olan suallarını izah edəcəyik. Kenguru Riyaziyyat Olimpiyadası 3 dildə olur. Azərbaycan dili, İngilis dili və Rus dilində. İmtahan 90 dəqiqə davam edir, 24 sual olur. İçərisində 3 ballıq, 4 ballıq və 5 ballıq suallar olur. İlk olaraq 3 ballıq suallarla başlayır. Birinci sual. Muradın 10 möhrü var. Hər möhrün altında 0-dan 9-a qədər rəqəmlərdən biri yazılıb. O, kenguru müsabiqəsinin keçirilmə tarixini həmin möhürlərdən istifadə edərək yazır. Müsabiqə tarixini qeyd etmək üçün istifadə olunmuş möhürlərin sayını tapın. 18.03.2018 tarixi qeyd olunubdur. Bu tarixdə rəqəmlərin bəziləri təkrar olunub. 8 2 dənədir, 1 2 dənədir və 0 2 dənədir. Geridə qalan rəqəmlər isə hərəsindən 1 dənədir. Yəni 5 rəqəmdən istifadə olunub. İkinci sual. Şəkildə havada hərəkət edən uçox və 9 hərəkətsiz şar göstərilmişdir. Ox şarı patlatdıqdan sonra eyni istiqamətdə hərəkətə davam edir. Patlayacaq şarların sayını tapın. Birinci ox bu istiqamətdə hərəkət etdikdə gəlib yaşıl şarı və qırmızı şarı patladır. İkinci ox sarı şarı və mavi şarı. Üçüncü ox isə sarı və qırmızı şarları patladır. Yəni cəmdə sadəcə 6 şarı patladır. Leyla'nın 6 yaşı var. O, qardaşından 1 yaş kiçik, bacısından isə 1 yaş böyükdür. Bu 3 uşağın yaşlarının cəmi neçədir? Leyla'nın 6 yaşı var. Bacısı və qardaşı. Leyla qardaşından 1 yaş kiçikdir. Yəni qardaşının 7 yaşı var. Bacısından isə 1 yaş böyükdür. Bacısının isə 5 yaşı var. Bu 3 uşağın yaşlarının cəmi neçədir? 18. Dördüncü sual. Şəkildə bloka bərkidilmiş 5 vint təsvir olunub. 4 vint eyni uzunluqda, biri isə digərlərindən qısadır. Qısa olan vinti seçin. Birinci vint qısa olaraq görünsə də, diqqətlə baxdıqda onun aşağı hissəsindən çıxıntısını görmək mümkündür. Birinci və ikinci vintlərin uzunluğu eynidir. Çünki ikinci vintdə də aşağıdan çıxıntı var. Üçüncü və dördüncü vintlərin də uzunluğu eynidir. Beşinci vint isə birinci ilə yuxarıdan eyni qədər çıxıntısı olsa da aşağı hissədən boşluqdur, çıxıntı yoxdur. Demək ki, 5-ci vint digərlərindən daha qısadır. Cavab Y var. 5-ci sual. Yumurcaq adlı parabüzən sağ və sol istiqamətlərdə fırlanır. Aşağıdakı şəkillərdən hansı yumurcağa aid deyil? Yumurcağın sol tərəfində 3, sağ tərəfində isə 4 xalı var. Yumurcaq hansı istiqamətə fırlanırsa fırlansın, o istiqamətdəki xalların sayı dəyişilməz qalmalıdır. Deməli, A bəndində yumurcaq az da sağa meyl eləyib və orada sol tərəfində 3, sağ tərəfində isə 4 xal var. Yəni bu şəkil yumurcağa aiddir. B bəndində yumurcaq aşağı fırlanıb. Yenə sol tərəfində 3, sağ tərəfində isə 4 xal var. Bu şəkildə yumurcağa aiddir. C bəndində yumurcaq sağa doğru fırlanıb. Burada sol tərəfində yuxarıda 3 xal, aşağıda isə sağ tərəfində 4 xal var. Bu şəkildə yumurcağa aiddir. D bəndi. Fikir versəz, D bəndi və Y bəndindəki parabüzənlər eyni istiqamətdədir. Amma onların birində bu tərəfdə 4 xal var, birində isə bu tərəfdə 3 xal var. Demək ki, cavab bu iki variantdan biridir. Diqqətlə baxsaq, Y bəndində parabüzənin, yəni sol tərəfində 3 xal, sağ tərəfində isə 4 xal var. Yəni bu şəkildə yumurcağa aiddir. Y bəndi isə yumurcağa aid deyil. Günel 6-cı sual. Günel bir kağız vərəqi ortadan qatlayır. Sonra o, qatlanmış vərəqi göstərdiyi formada kəsir. Qatlanmış kağızı açdıqda Günel aşağıdakı şəkillərdən hansını görər? Deməli, vərəq bu istiqamətdə qatlanıbdırsa, yeri açdıqda burada kəsilən şəklin eynisi buradan əks istiqamətə olmalıdır. Yəni cavab D variantıdır. 7-ci sual. Deməli, Dilarə 3 oxu nişangaha atır. O birinci dəfə 12 xal, ikinci dəfə 15 xal toplayır. Üçüncü dəfə oxları nişangaha atdıqda neçə xal toplayır? Deməli, Dilarə birinci dəfə eyni sahəyə 3 oxun üçündə atır və 12 xal toplayır. Deməli, 12 böl 3 bərabərdir 4. Deməli, birinci sahə 4 ballıqdır. İkinci sahədə Dilarə həmin 4 ballıq sahəyə 2 ox atır. Birini isə mərkəzə atır və cəmdə 15 bal toplayır. Deməli,
8 bal bu sahədən toplayıb, yerdə qalan 7 balı isə orta sahədən toplayıb, yəni orta 7 ballıqdır. Üçüncü atışında isə o hər üçün ortadakı sahəyə atır, yəni 7 vur 3, 21 xal toplayır. Aygün 8 nəfər üçün süfrə açır. O masa arxasında əyləşənlər üçün çəngəl və bıçağı düzgün düzməlidir. Yəni çəngəl boşqabın sol, bıçaq isə sağ tərəfində olmalıdır. Aygün neçə nəfər üçün çəngəl bıçağı düzgün düzmüşdür? Deməli, düzgün qayda bu formadadır. Bizim yazı yazdığımız istiqamətdə boşqabın sol tərəfində çəngəl, sağ tərəfində isə bıçaq olmalıdır. Aygün mərkəzdəki bir boşqabı düzgün düzüb, onun nəzərən digər boşqabları da yoxlamaq olar. Sağındakı boşqab da düzdür, amma solundakı ilə əks istiqamətdədirlər. Demək ki, bu səhvdir. Ardıcıl olaraq digər boşqablara baxdıqda isə vərəqi döndərib də baxa bilərik imtahanda belə. Sağ tərəfində bıçaq, sol tərəfində isə çəngəldir, yəni düzgündür. Burada isə səhvdir. Deməli, üzbəüz boşqablarda isə vəziyyət tam tərsinə olmalıdır. Yəni, sağ tərəfdə çəngəl olmalıdır, sol tərəfdə bıçaq olmalıdır. Baxırıq, burada səhvdir, düzgündür və düzgündür. Bax, bunların hər ikisində bir-birləri ilə eyni tərəfdə də əksinə əks istiqamətdə olmalıydılar. Yəni, Aygün cəmi 1, 2, 3, 4 və 5 boşqabı düzgün düzübdür. 9-cu sual. 9-cu sual etibarı ilə 4 ballıq suallara keçdi. Kərim usta sağda göstərilmiş kafellərdən istifadə edərək naxışlar düzəldir. O aşağıdakı 5 naxışdan neçəsini düzəldə bilər? Bunları formada axtararaq da tapa bilərik ki, bu naxışlar bura uyğundur yoxsa yox. Amma qısa olaraq naxışın içərisindəki yaşıl və səhra rəngləri saya bilərik. 2, 4, 5 və 5. 5 yaşıl, 5 səhrayı. Demək ki, bu kafellərdən bu naxışı düzəltmək mümkündür. 2, 4, 6, 8 dənə yaşıl, 2, 4, 6 dənə də səhrayı də konfel var. Yəni, bu kafeldən bu naxışı düzəltmək mümkün deyil. 3, 3. Formada da baxaq. Bu kafellərdən bu naxışı düzəltmək mümkündür. 2, 5, 5 mümkündür. 4, 4 mümkündür. Digər formada da baxaq. Bu kafellərdən bu 4 naxışı düzəltmək mümkündür. 10-cu sual. Sağda verilmiş cədvəl aşağıda göstərilən 5 fiqur ilə tamamlanmalıdır. Bu fiqurlardan hər biri cədvəlin hər sətir və sütununda yalnız bir dəfə istifadə oluna bilər. Sual işarəsi olan xanaya hansı fiqur yerləşdirilməlidir? Sudoku ilə eyni mexanizmdədir. Şəkilli sudokudur. Diqqətlə baxsaq şəklə görərik ki, 2 dənə rəngli səhrai rəngdə heyvan burada verilməyibdir. Yəni, burada gərgədan ya da köpək balığından ikisindən biri olacaq. Amma bu sırada biz köpək balığını istifadə edə bilmərik. Çünki burada bir dənəsi var. Deməli, burada olacaq gərgədan, burada isə olacaq köpək balığı. Köpək balığını bu sırada yazdıqdan sonra baxırıq ki, elə bu sıranın özündə də sadəcə köpək balığı və gərgədan yoxdur. Deməli, köpək balığı bura yazılırsa, bura gərgədan yazılır. Bu sıra isə sadəcə A bəndi qalır. Nuriyə damalı vərəqdən dörtgünc və trapesiya formalı 2 fiqur kəsir. Nuriyə aşağıda göstərilən qayıq formalı şəkli tam örtmək üçün cəmi neçə belə fiqur kəsməlidir? Ortadan böldükdə 1, 2 və 3 dənə kvadrat formalı fiqur düşür.
Formada hissələrə ayırdıqda isə 3 dənə də trapesiyalı formalı fiqur kəsərək qayığı tam örtə bilərik. Yəni 6 fiqur. 12-ci sual. Sağda göstərilən şəkildə sarı və qara rəngləri bir-biri ilə əvəz etsək və sonra halqanı tərsinə çevirsək, aşağıdakı şəkillərdən hansı alınır? Deməli, buradakı qara rənglər sarı olacaq, sarı rənglər isə qara nöqtələrə çevriləcək, həmçinin şəkili tərsinə çevirəcək. Deməli, baxırıq ki, burada bir sarı içi boş halqamız var. İlk olaraq B variantında o tərz bir halqa olmadığı üçün o variant deyil. Həmçinin içində kiçik sarı bir nöqtəmiz var. Yəni bunların içərisində kiçik qara nöqtə olmalıydı. D variantı da deyil. Baxırıq ki, bu sarı və qaradan əlavə 5 dənə də dairəmiz var. Burada isə 6 dənə dairə olduğu üçün A variantı da deyil. Bu iki variantda C və Y variantındakı nöqtələr bir-biri ilə uyğun olsa da şəkli tərsinə çevirməliyik biz. Burada isə tərsinə çevrilmiş formada deyil. Ona görə C variantında deyil. Yəni yuxarıdakılar aşağıda görünməlidir. Yəni E variantıdır. 13-cü sual. Şirincik adlı dovşanın 20 kökü var. Hər gün 2 kök yeyən Şirincik həftənin çərşənbə günü 12-ci kökü yedi. Şirincik həftənin hansı günü köklər yeməyə başlar? Həftənin günlərini yazsaq. Şirincik 12-ci kökü həftənin çərşənbə günü. Yəni 3-cü gün 12-ci kökü yedi. İkinci gün o 10-cu kökün yemişdi. Birinci gün isə 8-ci kökün. Bazar günü Şirincik 6-cı kökün yemişdi. 6-cı gün isə o 4-cü kökün yemişdi. 5-ci gün ilk 2 kökün yemişdi. İkinci kökün yox. Çox vaxt uşaqlar burada səhv eləyir. Geri qayıdan zaman 4-cü günü 0 olaraq götürür. Amma Şirincik 5-ci gün kök yeməyə başlayıb və ilk ikisini yeyib. Sonra 4-ün, 6, 8, 10, 12-cisini isə çərşənbə günü yeyibdir. Yəni cavab 5-ci gün cümə günü yeyibdir. 14-cü sual. Anar verilmiş fiquru düzəltmək üçün 10 kubu bir-birinə yapışdırır. O alınmış fiqurun bütün üzlərini həmçinin aşağı üzündə rəngləyir. Kublardan neçəsinin 4 üzü rənglənmiş olar. Bildiyimiz kimi kubun 6 üzü var. Fiqurun ən yuxarı hissəsindəki kubun sadəcə bir üzü yapışdırılıbdır. Yəni 5 üzü rənglənib. Ona görə də həmin fiqurun 4 üzü rənglənməyib. Amma ikinci fiqurun yuxarı və aşağı üzləri rəngləndiyi yapışdırıldığı üçün sadəcə geri qalan 4 üzü rənglənibdir. Yəni bu fiqurun 4 üzü rənglənib. Həmçinin bu fiqurun 4 üzü rənglənib. Küncdəki kubun isə yuxarı və sağdakı üzü yapışdırılıb. Yəni yenə 2 üzü xaric, 4 üzü rənglənibdir. Bu küncdəki kub üçün də eyni şey keçərlidir. 4 üzü rənglənib. Bu küncdəki kubun da 4 üzü rənglənib. Sadəcə yenə ən yuxarıdakı kubun bir üzü yuxarıda boş qaldığı üçün 5 üzü rənglənib. 4 üzü rənglənənləri soruşur bizdən. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Yəni 8 dənə fiqurun 4 üzü rənglənibdir. 15-ci sual. Qızıl gül kolunun üzərində 8 adet gül var. Hər hansı bir gülün üzərinə kəpənəklər və cırcıramalar qonmuşdur. Bir gülün üzərində yalnız bir həşərat qona bilər. Güllərin yarısından çoxunun üzərinə həşərat qonub. Güllərin üzərində olan kəpənəklərin ümumi sayı cırcıramaların ümumi sayından 2 dəfə çoxdur. Güllərin üzünə qonan kəpənəklərin sayını tapın. Deməli, bizə şərtlərdə deyilir ki, cırcırama və kəpənəklərin sayı bir-birindən 2 dəfə fərqlənir. Əgər biz cırcıramaların sayını x götürsək, kəpənəklərin sayı isə 2x olmalıdır. Və həmçinin hər gülün üzərinə bir həşərat qona biləcəyin və güllərin yarısından çoxunun üzərinə həşərat qonduğunu deyir. Yəni 8 gülün yarısından çoxunun üzərinə həşərat qonubsa, ya 5, ya 6, ya 7 gülə həşərat qonmuş ola bilər. 8 də qeyd edək.
Amma hamısına həşərat qonub demir. Yarısından çoxunun üzərində həşərat qonub deyir. Deməli, cırcıramaların x götürsək, kəpənəkləri isə 2x. Bunlar bir yerdə 3x-dir. 3x 5'e bərabər olmur. 7'ye və 8'e də bərabər ola bilmədiyinə görə 3x 6'ya bərabər olur. Yəni, qızıl güllərin üstünə qonan həşəratların sayı cəmi 6'ya bərabərdir. Cırcıramalar və kəpənəklər də bir-biri ilə 2 dəfə fərqləndiyinə görə, yəni cırcıramaların sayı 2, kəpənəklərin sayı isə ondan 2 dəfə çox olan 4'dür. Bizdə isə kəpənəklərin sayını soruşur. C bəndi 4. 16-cı sual. Gəmi kapitanı A adasından hər bir adaya xəritədə göstərildiyi kimi gəmi ilə üzüb geri qayıtmaq istəyir. O bilir ki, ümumi olaraq 100 kilometr yol üzəcək. D və Y arasındakı məsafə B-dən keçməklə A və C arasındakı məsafə ilə eynidir. A və Y adaları arasındakı ən qısa məsafəni tapın. AB plus BC plus CD plus DY plus AY bərabərdir 100 kilometre. AB və BC arasındakı məsafə D və Y arasındakı məsafəyə bərabər olduğu şərtlərdə qeyd edilib. Yəni, A-dan C-yə məsafə 26 santimdir. C və D arasındakı məsafə isə 15 santim. D və Y arasındakı məsafə də 26 santimdir. Bunları topladıqda 67. 100'dən 67'ni də çıxdıqda qalır 33. Yəni A və Y arasındakı məsafə D bəndi. 17-ci sual. Evin otaqları nömrələnib. Balaca Nihat əsas qapıdan evə daxil olur və bir neçə otaqdan keçir və evi tərk edir. Daxil olduğu otaqların nömrələri ardıcıl olaraq artarsa, Nihat hansı qapıdan evi tərk edir? Nihat bir nömrəli qapıdan evə daxil olur. Ardıcıl olaraq 2'yə də 3'ə də getsə artacaq. Birinci 2'yə yoxlayaq. 2'yə geçdi. Sonra artdı 4, 6, 9, 12. Gəlsə 12'dən 9'a yenə gedə bilməz. Demək ki, buradan gəlmiş. Yenidən 2'yə gəlsə 4, 6, 10. Ondan sonra da heç bir qapıya gedə bilmir. Çünki ondan hamısı balacadır. Nihat daxil oldu 1'dən 3'ə, 4, getsə, gələcək 6'ya, yenə 5'ə yenə bilməyəcək. Amma 3'ə gəlib 5'ə gəlsə, 6, 7, 8, 9, 10. 10 nömrəyə gəlib çatdıqdan sonra D qapısından evi tərk edə bilər. 18. Şəkildə tərəzi və onun üzərində çəkiləri 10, 20, 30 və 40 olan 4 top verilmişdir. Çəkisi 30 olan top hansıdır? Deməli, burada göstərilib ki, C-nin ağırlığı bərabərdir B və D-nin ağırlığına. Həmçinin C və D bir yerdə A və B-dən yüngüldür. A və B birlikdə C və D-dən ağırdır. Buradaki topların ağırlığı 10, 20, 30 və 40'dır. Yəni C ya 10 və 20'nin cəmi olan 30'a bərabərdir. Ya da 10 və 30'un cəmi olan 40'a bərabərdir. Yəni C ya 30'dur ya da 40'dır. Əgər C'yi 40 götürsək, onda D ya 10'du ya da 30. C'ni 40, D'ni 10 götürsək 50. Burada 20 və 30 qalır, bərabər olurlar. Demək ki, deyil. C'ni 40, D'ni isə C 40 olanda D'ni də 30 götürsək
İkisi bir yerdə 70. Bunların çəkilərindən daha ağır olduqları üçün tərəzidə daha yüngül göstərir. O da ola bilmir. Demək ki, C 30-dur. Onsuz da bizdən də C'nin çəkisini soruşurlar. Ona görə də elə cavabımız 30'dur. Daha doğrusu bizdən soruşurlar ki, 30 olan hansı topdur? C topudur. Şəkildə göstərilmiş kəmər 5 üsulla bağlana bilir. Birinci dəliyə bağlanmış kəmər 5-ci dəliyə bağlanmış kəmərdən neçə santim uzundur? Deməli, burada göstərib ki, iki dəliyin arasındakı məsafə 2 santimdir. Həmçinin buradakılar arasındakı məsafə 2 santimdir. Yəni bərabərdir. Deməli, bu şəkildə göstərib ki, birinci dəliyə bağlanıbdır. Birinci dəliyə bağlanmış kəmər 1, 2, 3, 4, 5. Əgər bu kəmər gəlib 5-ci dəliyə bağlansaydı, onun aralıqlarına baxmaq lazımdır. 1, 2, 3, 4 dənə fərq var arasında. Soruşur ki, birinci dəliyə bağlanmış kəmər 5-ci dəliyə bağlanmış kəmərdən neçə santim uzundur? 4 dənə aralıq var. Hərəsi 2 santim uzunluğunda 8 santim B variantı. Şəkildə göstərilən simvollar qədim dilin 1, 2, 3, 4, 5 rəqəmlərini təsvir edir. Simvollar verilən rəqəmlərdən hansına aid olduğu bilinmir. Bildiklərimiz aşağıdakılardandır. 2 dənəsini toplayanda bir balıq eləyir. 2 dənə günəş toplayanda isə bu işarə eləyir. Bizdən isə 3 rəqəminin hansı simvolun təsvir etdiyi soruşulur. Deməli, bu iki ifadədən biri 1 və 1-i toplayırsan 2 eləyir. Digəri isə 2 ilə 2-ni toplayırsan 4 eləyir. Deməli, buradakı ifadə demək ki 2-dir ki, sonra 2 ilə 2-ni toplayanda da 4 eləyir. Yəni bu günəşlər 1-dir. 1 ilə 1-i toplayırsan 2 eləyir. Sonra 2 ilə 2-ni toplayırsan 4 eləyir. Günəş 1'dir. Balığı isə 4. Deməli, işarədə 5'i təsvir eləyir. Bizdən isə soruşur ki, 3 rəqəmini hansı simvol təsvir edər? Deməli, bütün fiqurlar hansısa bir ədədi təsvir etdi. Yalnız göz işarəsindən başqa, deməli, 3 rəqəmini göz işarəsi təsvir edir. 21-ci sual. Şəkildə göstərilən şəbəkə 3 dəfə ardıcıl olaraq tərsinə çevrilir. Birinci çevrilmədən sonra alınan şəkil aşağıda göstərilib. Üçüncü çevrilmədən sonra hansı şəkil alınır? Deməli, birinci çevrilmədə şəkillər ikinci şəkildəki kimi yer dəyişmə edib. Üçüncü çevrilmədə isə delfin gələcək bura. Delfinlə üzbəüz olan dovşan gələcək bura. Qarışqa gördüyünüz kimi bu istiqamətdə çevrilir. Qarışqa gələcək bura. Qarışqa ilə üzbəüz parabüzən. Qarışqa və dovşanın arasında kəpənək. Kəpənəklə üzbəüz isə pişik. İndi növbəti çevrilmədə kəpənək gələcək bura. Kəpənəklə üzbəüz pişik. Qarışqa buradayken keçəcək bura. Qarışqa ilə üzbəüz parabüzən. Kəpənək və parabüzənin arasında dovşan. Dovşanla üzbəüz isə delfin. Deməli, 21-ci sual. Delfin, pişik, parabüzən, dovşan, kəpənək, qarışqa, D variantı. 22-ci sual. Böyük düzbucaqlı, müxtəlif ölçülü kvadratlara bölünmüşdür. 3 kiçik kvadratın hər birinin sahəsi 1'dir. Böyük düzbucaqlının sahəsini tapın. 3 kiçik kvadratın hər birinin sahəsi 1'dirsə, demək, buradan bura məsafə 3 santimdir. Yəni, bu kiçik kvadratın tərəfi 3'dür. Yəni, sahəsi 9'dur. Həmçinin, bura 1, bura isə 3 santimdirsə, bu tərəfin uzunluğu 4 santimdir. Yəni, buradakı kvadratın da tərəfi 4'dür. Yəni, sahəsi 16'dır.
Bu tərəf 4-dürsə, buradan bura məsafə 7-dir. Yəni bu kvadratın sahəsi 49-dur. Buradan bura məsafəmiz 4, buradan bura məsafəmiz 7-dirsə, bu böyük kvadratın tərəfi isə 11-dir. Yəni sahəsi 121-dir. Bizdən isə böyük düzbucaqlının sahəsini soruşur. Böyük düzbucaqlının sahəsini kiçik sahələri toplayaraq da tapa bilərik. Həmçinin 7 plus 11, 18 bir tərəfdir. 7 plus 4, 11 digər tərəf. 18-i 11-ə vuraraq da tapa bilərik ki, 198. Yəni D variantı. 23-cü sual. Anar sağda göstərilən cədvəlin xanalarına 1-dən 7-yə qədər olan rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazır. 2 xonç xanaya 2 ardıcıl ədəd yazmaq olmaz. Ortaq tərəfi və ya ortaq küncü olan xanalara qonşu xanalar deyilir. Sual işarəsi əvəzinə hansı rəqəm yazıla bilər? Variantlara baxırıq. Yazıb təkcə tək ədədlər, təkcə cüt ədədlər, 7 ədədin hər biri, yalnız 4, 1 və ya 7. Birdən başlayaq. Sual işarəsinin yerinə 1 yazsaq. Deməli, burada 2 xanalar bir-biri ilə qonşu ədədlər ola bilməz. Həmçinin künclərdəki xanalar da bir-biri ilə qonşu ədəd ola bilməz. Deməli, 3-ün yanına maksimum bu tərəfə tutaq ki, 3 yazsaq. Ya da burada yazsaq 5. Buradan da yazsaq 4. Buradan da yazsaq 6. 7. 2. Heç bir ədəd bir-biri ilə qonşu deyil. Alındı. 1 alınır. Əgər 1 alınırsa, biz avtomatik olaraq təkcə cüt ədədlər variantını elədik. Yalnızca 4 variantını elədik. Variantlarda 1 və 7 var. 7-ni də yoxlayaq. Yazsaq ki, bura 7. Yedini buraya yazsaq. Yanına 5, 4. Aşağıdan qonşu ola bilməmək üçün 7-yə sadəcə 6-nı yaza bilərik bura. 5-ə və 4-ə qonşu, 6-ya da olmamaq üçün 3 qalır. 3-ü buraya yazsaq buna qonşu 3-ü sadəcə buraya yaza bilərik. Həmçinin 1 qalır və 2 qalır. 2-ni bura, 1 isə bura yaza bilərik. Alınır. 7 ilə də alınır. Deməli, təkcə tək ədədlər və 7 ədədin hər biri 2000 variantlarda olduğu üçün biz mərkəzdə sual işarəsinin yerinə yazacağımız ədədə qonşu olmayan sadəcə bir xana var. Ona görə də 1 və 7 aralığındakı rəqəmlərdən hansınsa yazsaq, onların 2 qonşusu var. Sadəcə ilk 1 və sonuncu 7-nin bir qonşusu var. Çünki bizə 1-dən 7-yə qədər deyil. Ona qonşu olan sadəcə bir ədəd olduğu üçün mərkəzə 1 və 7-ni yaza bilirik sadəcə. Digərlərinin 2 qonşusu olduğu üçün və buradan heç bir xanaya yaza bilmədiyimiz üçün yalnız 1 və 7. Əjdahaya qalib gəlmək üçün Mehdi onun bütün başlarını kəsməlidir. Əjdahanın 3 başı kəsiləndə dərhal bir yeni baş əmələ gəlir. Mehdi əjdahanın cəmi 13 başını kəsməklə ona qalib gəlir. Başlanğıcda əjdahanın neçə başı var idi? Deməli, Mehdi əvvəlcə 3 baş kəsir və kəsdiyi bu 3 başdan yeni bir baş əmələ gəlir. Mehdi yenə 3 baş kəsir, yeni bir baş əmələ gəlir. Mehdi yenə 3 baş kəsir və kəsdiyi bu 3 başdan yeni bir baş əmələ gəlir. Mehdi artıq 9 baş kəsib.
Amma onun yeni əmələ gəlmiş 3 dənə baş var. 3 dənə baş əmələ gəldi. Onları da kəsdi. Elədi 12 və son o 3 başdan əmələ gələn başda kəsdi. Etdi 13. Yəni Mehdi 9 baş əvvəldə var imiş ki, onları kəsməklə 13 başı sonda kəsə bilibdi. Yəni başlanğıcda əjdahanın 9 başı var imiş. B variantı və bununla da suallarımız başa çatdı.